Salam dostlar. Deməli, biz keçən dərsdə login logout məsələsini həll elədik. Login logout məsələsini həll elədik. Və bu gün də iki məsələ üzərində danışacağıq. Birinci, bu Flask logini, ümumən login məntiqinin və ya auth məntiqinin altında yatan səbəbi biraz analiz edəcəyik. Ondan sonra da keçən dərsdə danışdığımız bir məsələ var idi ki, rich text editorların istifadə olunması. Belə deyək də, Flask daxilində istifadə olunması. Birinci, gəlin belə bir şey edək. Mən burada daxil oldum sistemə. 1, 2, 3, 4, 5, 6 daha əvvəlcədən olan database olan sistemdə mən sistemə girdim. Düzdürmü? Və indi gəlin bunu bir dənə analiz edək. Burada login required metodu istifadə eləmişdik, diqqət edirsinizsə biz login required. İndi deməli, burada mən login oldum. Deməli, bu mənim sistem, Flask login necəsə mənim sistemə daxil olduğumu bilir. Mənim sistemə daxil olduğumu bilir. Və ondan sonra mən burada məsələn deyək ki, fərqli bir admin dashboardda bunu login required edim. İndi mən burada belə bir şey yazacağım. Admində belə bir logout yox, belə bir dənə şey yazacağım. Ayrıca bir dənə root yazmaq istəyirəm. Deyək ki, yeni bir dənə admin paneldə iş görəcəm. Onunla yeni bir root yaratmaq istəyirəm. Deyirəm ki, məsələn, admin nə olsun bunun adı? Deyək ki, profile olsun. Profile olsun. Və mən burada istəyirəm ki, istifadəçinin məlumatlarını burada göstərim. Mən hələ ki, buna login required vermirəm. Gəlirəm bura deyirəm ki, def admin profile. Profile deyirəm və bunun içərisində belə bir məlumatlar edirəm və gəlirəm burada dashboardun içərisində də bir dənə profile deyə bir HTML view-u yaradıram. Və burada olduğu kimi burada bir dənə HTML əlavə edirəm. Və burada deyirəm ki, bura olsun user profile page. Profile page. Bunu yerləşdirdim. Burada mən rootumu da yazmışam və s. və s. admin profile deyə. Və bunu elədikdən sonra, bu rootu yazdıqdan sonra, indi mən gəlirəm bura, start elədim. İndi gəlirəm layihəmi açıram. Bunu refresh elədim. Hər hansı bir problem yoxdur. Və gəlirəm bura profile rootuma. Profile rootuma girdim. Yəni, bunu açdım. Eləmi? Amma əslində nə olmalıdır? Burada bu profilə mən indi buradan çıxım, logout edeyim. Logout elədim. Gəldim adminə girəndə bu məni bura yönləndirir. Amma mən gəlib admin profile deyəndə bu mənə bu səhifəni açdı. Yəni, bu artıq hər hansı bir loginin giriş məlumatlarına ehtiyac yoxdur. Bunun qarşısını almaq üçün mən nə edirəm? Gəlirəm bura. Bunu login required'ı bura əlavə edim. Əlavə elədim ki, bura girişi də mən müəyyənçini edeyim və artıq buna refresh edəndə bu avtomatik olaraq mənim üçün bunu yönləndirəcək ki, get zəhmət olmasa daxil ol. İndi mən buradan daxil oldum. Dedim ki, bura daxil oldum. 1, 2, 3, 4, 5, 6 daxil oldum. Bu məni yönləndirdi bura. Və indi burada bir root var. Fikir verin. Bu bir səhifədir. Bu bir səhifədir. Bu isə ikinci bir səhifədir. Fərqli səhifələrdir. Tamamən əlaqəsiz səhifələrdir deyək. Amma baxın, bir səhifə, mən bir login oldum. Eləmi? Səhifəmdə login olduğum haqqında məlumat haradasa qeyd olundu. Hələ bilmirəm onun harada qeyd olunduğunu. Və bu məlumata görə mən buradan yoxlayan profilə girəndə
bu profile rootuna mən buradan get metodu ilə bu şeyi açan, linki açanda, URL-i açanda bu avtomatik olaraq getdi o harda ki mən o məlumatı saxlamışam ki, hə, bu sistemə daxil olunub, necə deyirlər, bu profil təsdiqlənib, bura girə bilərsən deyə. Onu yoxlayır ki, hə, əgər orada həqiqətən sistemə daxil olunubsa, bu səhifəni açsın. Okay. İndi birinci sual, o məlumat hardadır? Yəni, onun qeydləri harda yerləşir? Bu bir. İkinci bir məsələ, gəlin indi buna baxaq. Bunu mən baxım, bu hal-hazırda mən login eləmişəm. Sistemdə logindəyəm. Düzdürmü? Mən bunu kopyalayıram və bu ekranımı bağlayıram. Düzdürmü? Yenidən açıram. Yenidən bu səhifəni burada gələcəm, açacam. Fərqli yerdə açdım. İndi sizə nə baş verəcək? Buna diqqət eləməyim. Mən səhifəmi bağladım. Başqa səhifədə bu profil səhifəsini açıram və normalda mən artıq login olmuşam. Səhifəni bağlasam da login olmuşdum. Amma gəlin indi buna run edəyək, baxaq. Bu məni avtomatik yönləndirdi bu səhifəyə. Yəni ki, o login olduğum haqqında məlumat haradaydısa o yoxa çıxdı. O yoxdur artıq. O olmadığı üçün də sistem baxır ki, login olmamısan, səni yönləndirir loginə. Dolayısıyla mən gəlirəm bura, deyirəm ki, bunu yazıram, təzələnən sistemə daxil olurum. 1, 4, 5, 6. İndi burada əsas sual nədir? Birinci sual nədir? O login haqqında olan məlumat harada saxlanılır? Harada saxlanılır və mən niyə səhifəni bağlayanda o məlumat itir? Bunu anlaya bilmək üçün, deməli, biz məlumatların yaddaşda saxlanılması iki cürdür. Bir var, məlumatları biz database-də saxlayırıq. Bir də var ki, məlumatları keçici məlumatları. Yəni ki, bizə temporary lazım olan məlumatları bir yerdə saxlayırıq. Bu haradır? Bu haradır? Bu bizim browserımızın cache yaddaşı dediğimiz, temporary yaddaş dediğimiz bir yaddaşdır. Bunu hardan görə bilərsiniz? Buradan görə bilərsiniz. Gələk bunu bir dənə aşağı eləyək. Bu browserımızı açdığımız zaman burada yaddaşda olan məlumatları siz burada görə bilərsiniz. Burada da iki cür. Deməli, bir lokalda var burada, bir də session'da var. Session məlumatları var və indi bu Flask bunu nə edir? Deməli, bunu birinci biraz işin JavaScript tərəfinə keçəcək burada izah eləmək üçün, daha rahat başa düşə bilməyiniz üçün. Deməli, bizim bir dənə browserımız var. Bu browserimizin bir dənə keçici yaddaşı var. Və burada məlumatlar saxlanılır. Bir local storage-də saxlanılır, bir də session storage-də, bir də cookies deyə bir hissə var. Cookies-də hissə var. Baxın, indi burada, deməli, belə bir, bu məlumata diqqət edin, zəhmət olmasa, bu məlumata diqqət edin. Baxın, mən bu məlumatı buradan sildiyim anda sildim və bunu refresh edəcəm. Gördünüz? Bu avtomatik olaraq deməli ki, mənim o daxil olduğum haqqında məlumat gəlir burada saxlanılır. Burada saxlanılır. Və burada saxlanıldığı üçün artıq mən bura nədir? Bu browserin yaddaşıdır. Düzdürmü? Yəni browserimin içərisindəki bütün tablar, burada yeni açdığım səhifələr, fərqli səhifələr, hamısı buranı görür. Yəni bunu belə başa düşə bilərsiniz. Belə bir fikir verin. Deməli, bura sizin fərqli səhifələrinizdir. Bu məsələn adminin səhifəsidir. Admin səhifəsi, bura profil səhifəsidir. Bu, nə bilim, X səhifəsidir, bu da Y səhifəsi. 4 dənə fərqli səhifə var. Bunlar hamısı harada açılıb? Browserda ayrı-ayrı səhifələr. Eləmi? İndi mən buradan login oldum. Düzdürmü? Login haqqında məlumat bir yerdə saxlanılır. Burada saxlanıldı. Eləmi? Yəni, burada mən login olanda bura məlumat getdi ki, artıq admin olaraq mən sistemə daxil olmuşam. Düzdürmü? Bura məlumat gəldi. İndi və
burada elə olmalı ki, mən indi bu səhifəni açmaq istəyirəm. Deyək ki, profil səhifəsini. Burada da mən qayda qoymuşam ki, əgər sistemə daxil olunubsa, mən buranı aça bilərəm. Sistemə daxil olunmuysa, aça bilmərəm. Deməli ki, mən burada yoxlanışı harda aparmalıyam? Gedib baxmalıyam bura ki, buradakı məlumata görə login olunubmu? Bəli, olunub. Onda icazə versin. Deməli, nə olmalıdır? Bu elə bir yer olmalıdır ki, bu məlumatın saxlanıldığı yer elə bir şey olmalıdır ki, bütün bu brauzerin daxilindəki səhifələrin bura aksesi olmalıdır. Ki, buradan yoxlaya bilsinlər. Bu da haradır? Bu saxlanılan yerdə haradır? Bizim bayaqlar istifadə elədiyimiz brauzerin keçici yaddaşı. Burada fikir verin. Burada cookies var, session storage var və local storage var. Bunların 3 növdür. Yəni, bu artıq bura yazılan məlumat, bu məlumat burada nə qədər, məsələn, bu başqa bir səhifədir, düzdürmü? Yenə bunu açaq buradan, başqa bir səhifədən. Yenə gələk baxaq, cookies'ə baxın. Burada o bayaq dediyimiz məlumat burada da var. Fikir verin. Bunu yəni refresh edək. Gələk bura, cookies'in içərisinə. Baxın, bu məlumatı açdım. Burada. O fərqli səhifədə açdım. Gördüyüm kimi. Gəldim bura. Fikir verin. Bu məlumat burada da var. Yəni, tabların fərqli olması önəmli deyil. Yəni, buradakı, məsələn, profilində olması önəmli deyil. Bu da çünki bura gəlib akses edə bilir. Gördüyünüz kimi. Və indi artıq bu ortaq məxrəcdir bizim üçün. İndi bu əslində necə idarə olunur? Burada 3 cür yaddaşda saxlama üsulu var. Məsələn, adicə biz hər hansı bir səhifəni, baxın, gəlin, indi hər hansı bir səhifəni açaq burada. Mən gəlirəm bura. Buranın aktiv saxlayıram, cookies'inə baxıram. Bunu bir dənə hələ ki clear eləyək, belə deyək. Buranı təmizlədim. Mən burada gəlirəm bir dənə X səhifəsini açıram. Nə hansı səhifəni açıram? Bunu əslində sizin web səhifəsinin bir mənada necə işlədiyini də göstərmək üçün. Gəlirəm bura, Azersel deyirəm, azersel.az. Bu URL-ə klik edirəm. Bu nə edir mənə? Deyək ki, Azersel. Gəldim azersel.com-a. Bunu açım yenə. Bunları silim ki, daha rahat olsun. Azersel.com-a girdim. Baxaq. Verin. Burada nə baş verir? Burada web chat, bunlar və s. və s. Burada müəyyən məlumatlar gəlir. Müəyyən məlumatlar gəlir. Və bu məlumatlar siz özünüz də baxa bilərsiniz ki, bunlar nədir? Bunlar sizin preview və buradan responsuna baxa bilərsiniz, headersına baxa bilərsiniz. Bunlar nədir? Mən bu səhifəni aça bilmək üçün, mən request edirəm webə, serverə və web serverə request edirəm. Web serverdən mənə lazım olan məlumatlar gəlir, düşür bura. Yüklənir bura. Və mən bu yüklənmiş məlumatları, mənim local storage-imə, yəni ki, mənim cookies-imə, keçici yaddaşma yüklənir və mən bunun sayəsində ekranda görə bilirəm bunları. Və mən bunu bağladığım zaman müəyyən məlumatlar qalır, müəyyən məlumatlar yoxa çıxır. İndi burada bir məsələni qeyd eləmək lazımdır. Bir məsələni düzgün başa düşmək lazımdır ki, mən bura yazılan məlumatların saxlanılma müddəti var. Saxlanılma müddəti və saxlanılma formatı. Bunlar 2 cür. Deməli, birinci cookies adında yaddaş növü var. Burada məlumatlar, cookies tipli məlumatlar. Bunların nə qədər o yaddaşda qalacağına mən qərar verirəm. Yəni ki, özümə tarix müəyyən edirəm ki, bu cookies, bu yaddaşdasa, keçici yaddaşda saxlanılsın və bu müddət ərzində 1 saat, 1 gün, 2 gün, 5 gün saxlanılsın. Buna mən qərar verirəm. Ondan sonra ikinci isə, bilməyimiz lazım olan məsələ isə, bu cookiesdə saxlanılan məlumatlar open datadır. Yəni ki, cookies tipli məlumatlar encrypted deyil. Yəni ki, buradakı məlumatların
necə deyərlər, açıq formatdadır. Mən onları götürüb oxuya bilirim. Bunu siz hardan görə bilərsiniz? Cookies'i təmizləmək bütün saytlarda çıxır. Cookies'i qəbul eləmək. Yəni sənin yaddaşında qalsın bu cookie'lər. Siz veb səhifəsini açanda sizə soruşur bunu. Yəni bu nə deməkdir? Sabah sən cookies'də o sizə ekranda çıxır, cookies'i yadda saxlayın deyə, accept all cookies deyə. Bu nə deməkdir? Bu o deməkdir ki, siz icazə verirsiniz ki, o açacağınız səhifənin, veb səhifəsinin keçici məlumatları sizin yaddaşınızda daimi olaraq qalsın. Və sonra siz təzələnən o şeyə müraciət edəndə, o səhifəyə müraciət edəndə bir də load olunma prosesi çox uzun çəkməsin. Buna görə accept all cookies deyirik, biz qəbul edirik. Və burada daxildir nə? Oradakı statik məlumatlar və bir də orada daxildir nə? Orada məsələn login məlumatları daxil eləmişsiniz. Necə ki bizdə burada login məlumatları var. Bura diqqət edin. Məndə session'da bir məlumat var, value var. Amma diqqət edin necə var? Bu şəkildə var. Encrypted olaraq var. Yəni mən bunu decrypt edə bilmirəm. Yəni bunu bu şəkildə yazılmasının da səbəbi nədir? Session formatında yazdım. Session'la cookie'nin ən əhəmiyyətli fərqlərini burada analiz edək ki, daha rahat başa düşəsiniz. Deməli, nə olmuş olur? Bu session'da session tipli məlumatlar yaddaşa yazılan, keçici yaddaşa. Birincisi, cookies'də açıqdır, encrypted deyil. Məlumatlar session'da encrypted. Yəni ki, biz məsələn login məlumatlarını yaddaşda saxlamaq istəyiriksə, mən bunları açıq şəkildə saxlaya bilmərəm. Yəni ki, yazdığım mail adresini və şifrəni mən cookies'də açıq şəkildə yaddaşda saxlaya bilmərəm. Niyə? Bu təhlükəsizlik cəhətindən düzgün deyil. Ona görə mən bunları encrypt eləməliyəm ki, o cookies'ə reach edə bilən adam bunu oxuya bilməz. Bunun da tipini burada artıq mən nədən istifadə edirəm? Session'dan istifadə edirəm. Ki, flash login'də ondan istifadə edirəm. İkinci bir məsələ, cookies'dən fərqli olaraq, əgər mən hər hansı bir vaxt təyin eləməmişəmsə, session üçün, xüsusi bir vaxt təyin eləməmişəmsə və o məlumatı cookies'ə əlavə eləməmişəmsə, session'dan əgər məlumat yazıramsa, keçici yaddaşa, bunun ömrü browserın bağlanma vaxtına qədər. Yəni, browseri bağlayanda siz, o session məlumatı itir, çıxır gedir. Hətta bunun olmaması üçün də diqqət edirsinizsə, login form olan hissələrdə nə var? Remember me var. Remember me nə işə yarayır? Məntiq olaraq, fəlsəfi olaraq nə edir? Sizin login məlumatlarınızı avtomatik olaraq session formatında olan məlumatı atır cookie'də saxlayır. Ki, daimi olaraq siz o browser bağlananda o məlumat silinməsin. Amma defaultda eləcədir, browser bağlananda mənim sessionim bitir. Bunu harada nümunə olaraq görə bilərsiniz? Məsələn, bank əməliyyatlarında siz məsələn bir ekranı açıq saxlamışsınız, browseri bağlamışsınız. Düzdürmü? Amma müəyyən vaxt sonra görürsünüz ki, avtomatik sistem sizə atır çölə. Bunun səbəbi nədir? Mən o sessiona bir vaxt təyin eləmişəm ki, 15 dəqiqə vaxtdan, 15 dəqiqə ərzində browser bağlanmasa, sən avtomatik sessionu kill elə. Sessionu sil. Dolayısıyla bu flash loginin altında yatan məntiq. Deməli, proses necə olur? Mən buradan flash login eləyəndə login user metodum haradaydı mənim? Diqqət edin. Gələk bura, Aus'da. Baxın, burada mən login user eləyirəm. Düzdürmü? Login user nə eləyir? Əgər buradakı credentiallar düzdürsə, yəni daxil olan məlumatlar düzdürsə, load user, hətta bunu buradan da baxa bilərsiniz, analiz edə bilərsiniz. Bu mənim məlumatlarımı aparır, atır sessiona. Yəni, bunun içərisində yazılan kodlar vasitəsilə aparır, tullayır, baxın, cookies'in içərisinə. Hansı formatda? Session formatında. Doldurur, remember seconds və s. bunları edir. Bunu analiz edib baxa bilərsiniz. Bu avtomatik olaraq, baxın, session name. Bunu haradan görə bilərsiniz? Bunu indi mən JavaScript tərəfdə göstərəcəm sizə. Buradan daha rahat başa düşə bilməyiniz üçün. Mən məsələn, deməli bir məlumatı yadda saxlamaq istəyirəm. Bu JavaScript-də belədir. Local storage və ya session storage.
Mən bura əslində olan məsələ nədir? Deyirəm ki, session storage nöqtə add item, set item. Baxın, bu əslində JavaScript-də bir koddur. Deyirəm ki, mən sessiona belə bir əlavə elə. Məsələn, login status əlavə elə. Login status. Əlavə elə. Bu olsun, məsələn, deyək ki, login oldu. Login oldu. Deyə belə bir məlumat əlavə elədim. İndi mən bunu əlavə elədiyim zaman gələk bura baxaq. Bura baxaq. Session storage-a baxın. Login status adında bir dənə value gəldi. Amma bu necə oldu? Gəldi, buradakindən fərqli olaraq diqqət edin. Mən bunu encrypted eləmədim. Bu encryption prosesini mən fərqli şəkildə edirəm normalda. Amma bura gəldi. Ondan sonra mən bu məlumatı əslində bu səhifə neyimir? Başqa səhifəyə keçdim. İndi bu sessiondakı məlumatı yoxlamaq istəyirəm. Eləmi? Bu səhifəyə keçəndə mən belə bir kod yazıram. Deyirəm ki, if, məsələn, mən JavaScript kodu yazıram burada. Deyirəm ki, window nöqtə session storage. Burada deyirəm ki, get item. Deyirəm ki, əgər belə bir şey varsa, məsələn, nə? Deyək ki, nə idi? Login statusudur. Bu login status adında bir şey varsa, burada şərtimi qoyuram. Deyirəm ki, console log. Bu indi JavaScript kodudur, amma məntiqini rahatla printdir. Login oldunuz. Gəlirəm bura. Deyirəm ki, bu hələ ki bu və ya bunu belə deyək də, session storage-də login oldunuz. Bura bir dənə yeni yazaq. Ondan sonra else-də də deyirəm ki, console log sistemə daxil olmamışsınız. Bunu mən indi run eləyəndə, indi burada error verdi, yəni hardasa sintaksis səhv eləmişəm. Qısacası belə yazın. Baxın, mən yoxlayıram ki, window.local storage, session storage-də, session storage nöqtə, deyirəm ki, get item. Burada deyirəm ki, olsun nə? Login status. Buna baxa bilirəm. Bayağı set elədim. İndi də bunu get edirəm. Haradadır bu? Bizim session şeydə. Mən bunu silmişəm. Baxın, bayağı burada gördüyünüz kimi nulldur. Amma gəlib mən bunu set eləsəm, login status elədim. Ondan sonra da get item edirəm. Bu baxın, mənə bu məlumatı verir. Session'da yazdığım kimi. Yəni, məntiq bundan ibarətdir. Yəni ki, o login, Flash loginin altında yatan səbəb budur. Bu fəlsəfəni bilsək, yəni bu bizim Flash-la əlaqədar bir mövzumuz deyil. Bu ümumən proqramlaşdırma ilə əlaqədar bir mövzudur ki, bu login məntiqi necə işləyir. Bunu analiz edildikdən sonra ona məna vermək, artıq login prosesinin necə işlədiyini anlamaq və s. etmək çox daha rahatdır. Çox daha rahat olacaq. Bunu izah eləmək istədim. Geri qalanlarını özünüz analiz edə bilərsiniz. Yəni, bu indi Fast login bunu necə hazırlayır və s. və s. O çox detallı mövzudur. Ona girməyin bir mənası yoxdur hal-hazırda. İstəyən analiz edə bilər. Yəni, bu login user metodunu araşdırıb bunu istifadə eləmək olar. Analiz eləmək olar. Onlar advanced mövzulardır, belə deyil. İndi bunu elədik. Bu login məsələsini başa düşdük. İndi bir dənə də bizə lazımdır ki, mən gəlirəm bir dənə admin tərəfdə bir form yaradacam. Profil formu. Burada bir dənə mənim formlarım var. Bir dənə də deyək ki, elə bir şey yaradaq ki, sonradan istifadə edə bilək. Məsələn, mən burada servis üçün yaratmışdım, səhv eləmirəmsə. Add servisin rootları varmı burada? Servisin rootları. Bu servisin rootlarını yazmamışam. Bir dənə baxaq. Edit page və s. Elə buradan istifadə edə bilər. Gəlin burada bir dənə rootlar əlavə edeyim bura. Servisiz deyə. .py. İndi mən servis əlavə eləmək üçün bundakiləri import edeyim.
Bura import edirəm və gəlirəm deyirəm ki, admin bp deyirəm ki, root olsun nə qoyuram buna /services dedim. Method get post elədim və bura login required qoydum və admin services dedim və belə bir kontekst şeylədim, yerləşdirdim və indi mənə lazımdır ki, mən bunun üçün bir dənə forumlarında services formum varmı mənim burada? Portfolio services formum var. Nə var burada? Info, submit, textariya fill. Elə bundan istifadə edeyim. Gəlirəm mən bura servisə, deyirəm ki, burada importlarıma baxın, servis formu import eləmişəm bura. Buradan servis formu import edeyim. Servis formu import elədim. Ondan sonra gəlirəm bura, deyirəm ki, bunun rootunda bura kontekstə göndərəcəm nəyi? Deyəcəm ki, services query selector all və bunu da buradan import edeyim. From models import services. Ondan sonra deyim ki, from neydi o? Admin. Yəni onsuz da servis formu import eləmişəm. Onda problem yoxdur. Bunu elədik. Ondan sonra deyək ki, service form. Bunu da import elədik. Bunu göndərdik. İndi gedək bunun servisin add hissəsini yazaq. Burada deməli, nə yazacağım? Burada form yazdım. Deyəcəm ki, bu hara getsin? URL for'la yazacağım bunu. Deyəcəm ki, admin services dedim. Bura getsin. Ondan sonra deyəcəm ki, method olsun post. Bunu da yazdım və indi bunun içərisində mən formuma baxacağım. Servis formum necədir? Bunlar varmı? Yəni service description, service image. Bu formlarına bir dənə diqqət eləsəm, haradadır mənim formlarım? Burada. Servis formda nə var? Title var, icon var, info var, submit var və s. və s. Eləmi? Bunu mən bura qoyum. Ona görə rahatlıqla UI-ımı da burada səliqə ilə düzəldə bilərəm deyə düşünürəm. Gəlirəm bura. Bu burada qalsın. Deməli, burada nə olmalıdır? Service name var. Gələcəm bura. Deməli, form qrupda ehtiyac yoxdur. Bunu sıfırdan eləyək. Nə ilə? Flash Forms'dan. Deyək ki, service form nöqtə nə üçün eləyək? Title eləyək. Class yerləşdirək. Class alt tirə qoyuluq bura bərabər. Niyə buna alt tirə qoyuluq? Səbəb də odur ki, class sözü normal Flash'dəki, Python'dakı Flash sözü ilə qarışdırılmasın. Ona görə bunu qoyuluq. Burada dedik ki, MY3 deyək bura. MY3 dedik. Burada nə var? Icon. Ondan sonra bura nə dedik? Info dedik. Hələ ki, buradakı adı textariya fielddir bunu. Və burada submit qoyduq. Belə. Və ondan sonra bunlara placeholder da yaza bilərik. Placeholderlar yaza bilərik, amma o sonraki işdir. Bunu bu şəkildə yerləşdirdik. Başqa hər hansı bir şey varmı? Is aktivi də sonra eləyərik. O önəmli deyil indi. Və indi gedək bunu açaq. Bunu açaq services rootunu. Gedək bu şeyimizə baxaq. Bizdə nə var? Gəldik bura. Bunu açaq. Gəldik. Adminə girdik ki, admin. Hətta burada mən nəyə girirəm? Admin servisə girirəm. Admin/services. O rootunun adı nə idi? Bir dənə baxın. Admin services. Bunu açdım. Admin services.
Bunu tapmadı. Səbəb nə ola bilər? Çünki mən burada şeyin içərisində necə deyirlər, bu servisləri burada import eləməmişəm. Verim dashboard, from dashboarddan, ondan sonra from deyirəm ki, servicesdən import all. Bunu da import edeyim ki, hamısını oradan görə bilirim. Gəldim. İndi refresh edeyim. Bu avtomatik məni loginə yönləndirdi. Getdim, login elədim. Və ondan sonra gəlib təzələn services'e girəndə services bu oldu. Bu belə gələcək. Bunu dashboard services template not found dedi. Gedək baxaq görək bu template hardadır məndə. Services, mən routumu hara yazmışdım? Admin services nə? Add HTML buraya yazdım. Bunu bu şəkildə yazdım. Aslında gəlin bu rootları da dəyişdirək. Bu şəkildə verək. Burada add edək. Add düzgün olsun ki struktura uyğun olsun. Və burada da bir dənə add-da da bunu düzəldək. Services add eləyək ki racona uyğun olsun. Yəni services slash add. Burada services service form. Bu formun adına bir dənə baxın. Servicesdə bunun adı services form imiş. Gəlin burada kontrol yine düzəldim. Bunu bu şəkildə verim. Gəldik bura. Belə bir şeyim açıldı mənim. Bura. Bunu qoyduq. Şimdi bunu biraz səliqəyə salaq. Burada deyək ki H3 olsun. Service, add new service deyək. Add new service veya mən buradan əslində şey göndərmişdim. Title göndərmişdim. Bu title'ı burada yerləşdirək. Buna deyək ki title yerləşdirək bura. Ondan sonra da bunları da bir iki dənə placeholder'lar da yerləşdirək. Gələk bura placeholder bir dənə seçək bunu. Placeholder yazaq, vergül qoyub. Placeholder ki səliqəli görsənsin. Bura deyək ki nədir bu? Bu olsun title. Ondan sonra bura olsun nə? Icon. Burada da olsun info. Burada olsun info. Bunu verdik. İndi burada mən bunu əlavə elədiyim zaman belə bir görüntü var. Burada bunlar normal inputlardır. Bu isə text area. İndi bu text areanı mən çevirmək istəyirəm. Nəyə? Rich text editor'a. Rich text editor'a çevirmək üçün. Yəni burada o CK editor'un bunu istifadə etmək üçün mən bundan. Bu çox fərqli pluginlər ola bilər. Bu elə bir ki bir dənə rich text editor'dur. Mən bundan istifadə edə bilirəm. Rahatlıqla ki burada özümü düzəldə bileyim bu şəkildə. Böyük hərf, başlıq və s. edə bilim. Şəkil əlavə edə bilim və s. Yəni bunu istifadə etmək üçün biz nədən istifadə edirik? Flask CK editor. Bundan istifadə edəcəyik. Bundan istifadə etmək üçün də təbii ki bunun bir installation'ı var. Bunu yükləməliyik. Flask CK editoru yükləyəcəyik. Gələk bura. Bunu bir dənə yükləyək. Deyək ki pip install Flask CK editor. Bunu yükləyəcəyik. Ondan sonra ikinci etapda bunu yaradacaq. CK editoru app'də bizim startımızda buradan deyəcəyik ki from CK editor Flask CK editor import nə? Mənim CK editorunu import elədik. Ondan sonra gələcəm burada deyəcəm ki CK editor bunu yaratdı. Bunu create elədik. Ondan sonra bunu elədikdən sonra növbəti etap nədir? Burada gördüyünüz kimi
Mən bunu yaratdım. İndi gedib nəyi dəyişdirməyim lazımdır? Burada form bölməsində, formsda. Bura diqqət edin. Bura nə idi? Text area field idi. Düzdürmü? Mən burada nə edəcəm? Deyəcəm ki, burada from CK editordan import CK editor fieldi. Bura import edəcəm və bunu gəlib burada forumda text area field yerinə bunu yerləşdirəcəm. Bu artıq mən o editoru istifadə eləmək üçün mən bundan istifadə edəcəm. Və bundan əlavə də mən gəlib nə yerləşdirəcəm? Burada CK editorun növləri var. Basic, standart və s. və s. Bunu da konfigurasiyaya əlavə eləməliyəm ki, oradan təyin eləyə bilim. Gəlirəm bura, deyirəm ki, burada CK editora, deyirəm ki, burada main'ə deyirəm ki, mənim bu CK editorum olsun, basic olsun. Hələ ki. Bunu da yerləşdirdik bura. Ondan sonra gedirəm main'ə və bunu mən tətbiq eləməliyəm. Harda mənə lazımdırsa, bunu buradan da load eləyə bilərəm. Ondan sonra mən bunu şeyin içərisində də, yəni mənim formumun içərisində də buradan istifadə eləyə bilərəm. Gəlirəm bura formumun içərisinə. Gəlirəm deyirəm ki, burada harda ki onu istifadə eləmək istəyirəm. Gəlirəm bu formunun içərisinə. Burada deyirəm ki, bunu load elə. Gedək baxaq. Bir dəqiqə mən bunu açaq. Gəldik biz öz application'ımıza, bunu refresh elədik. Unexpected harda eləmişik bunu. Unexpected services. Burada CK editorda bir dənə metodasını yaddan çıxarmışıq. Bunu elədik və bunu refresh edirəm. Bu burada mənim üçün bunu yaratdı. Belə bir şey yaratdı. CK editor yaratdı. Və mənə burada lazımdır ki, mən bunu burada yox. Burada artıq bunun formu istifadə eləmişəm. Mən nə edəcəm? Deyəcəm ki, CK editor loads deyəcəm ki, bunu yükləsin. Loads sən verəməmsə o metodun adı. Gəlirəm. Bunu load eləsin ki, mən bunu istifadə eləyə bilim. Harada istifadə eləyə bilim? Öz layihəmdə istifadə eləyə bilim. Bunu burada da yaza bilərsiniz. Fərqli yerdə də yaza bilərsiniz. Bunu load elədik. Ondan sonra bunu gedək. Yəni, refresh eləyə baxaq. Baxın. Artıq mənim şeyim gəldi. Bu şəkildə bir CK editor halına gəldi. OK. İndi ondan sonra burada nəyi dəyişdirir? Məsələn, bunu standart yazsaq, gəlib buradakı strukturu standarta çevirsək, baxın, basic yox, standart eləsək, bu avtomatik olaraq mənim üçün o CK editorun standart edition'ını əlavə edəcək. Burada gördüyünüz kimi bunu edəcək. Bunu elədik. İndi bəs bu məlumatları mən burada yazdığım məlumatları oxumaq istəyirəm. Düzdürmü? Oxumaq istəyirəm. Buraya yazılan məlumatlar necə əlavə olunur, ona baxmaq istəyirəm. Burada da standart formda necədirsə, standart form, hətta bunu əlavə eləyəndə, gələk bu add formunu elədik. Ondan sonra mən bunu istəyirəm ki, elə eyni yerdə burada göstərim. Burada deyək ki, sadəcə o şeydəki datanı, buradan gələn datanı mən burada göstərim. Yəni ki, infodan gələn datanı burada göstərim. İndi bunun üçün də nə edəcəyik? Təbii ki, gələcək bura, deyək ki, service form nöqtə info nöqtə data deyə burada elə belə verəcəyik. Görək necə görsənir, submit edəndə. Mən indi bunu göstərə bilmək üçün gəlirəm bura. Burada hələ ki, heç bir şey yoxdur, nandır. Eləmi? Və mən indi submit eləyəndə istəyirəm ki, buradakı məlumatı görüm. Submit elədik. Baxın, bu şəkildə göstərir. Diqqət edin, buradan gələn məlumatı. Hətta bunu mən deyək ki, belə eləmək istəyirəm. Böyük hərflə. Bunu bu şəkildə. Baxın, bu mənə nə return edir? Fikir verin. Mənə return edir. Hətta burada gəlib nə əlavə eləyək bura?
belə bir table əlavə edək. Misal üçün, belə bir nəsə əlavə elədik. Bunu mənə bu ekranda necə göstərir? Bu şəkildə göstərir. Amma mən bu şəkildə görülməsini istəmirəm. Bu normal HTML olaraq görməsini istəyirəmsə, onda mən bura belə bir şey yazacağım. Gələcəm, deyəcəm ki, save. Save eləyəndə bu mənim üçün neyini? O HTML təqlərini ignore edir. Yəni onu normal, burada hal-hazırda onu plain text olaraq göstərir. Yəni p təqini, strong təqini, table təqini elə belə data olaraq göstərir. String plain text olaraq göstərir. Amma mən bunu save olaraq verdiyim zaman diqqət edin. Refresh eləyək. Pardon. Mən burada end block hardadır bu? End block. Mən burada nəyi səhv yazmışam? 2 dənə end block var burada. Onlardan birini silək. Bunu run edək indi. Baxın. Burada artıq bu məlumatlar mənim üçün belə görsənir. Gəlin bunu silək. İndi mən burada nə etmək istəyirəm? Misal üçün, nə etmək istəyirəm? Məsələn, başlıq yazmaq istəyirəm. Deyirəm ki, məqalə başlığı. Məqalə. Eləmi? Bunu yazdım bu şəkildə və bunun formatını müəyyən edəcəm ki, böyük hərfdən olsun. Ondan sonra burada bir dənə T yazacağım, kiçik hərflə yazacağım. Deyəcəm ki, this is new paragraph deyəcəm. This is new paragraph və s. deyəcəm. Və bunu mən paragraf olaraq vermək istəyirəm. Buna deyirəm ki, bu belə olsun. Style olsun, italik olsun, misal üçün. Ondan sonra quote olsun, bu şəkildə yerləşsin. Ondan sonra bura nə əlavə edək? Məsələn, link olsun, link əlavə edək. Məsələn, belə bir link olsun, əlavə edək bura. Ondan sonra gələk bura bir dənə divider əlavə edək. Pardon, bunun aşağısına gəldik bir dənə divider əlavə edək burada. Ondan sonra, məsələn, deyək ki, bura bir dənə şəkil əlavə edək. Şəkildə buranın URL-ni yazmaq istəyirəm. Belə bir dənə T əlavə edək bura. Deyək ki, elə bu şəkli haradasa onu bir dənə open image. Bunu götürək, linkini götürək. Gəldik, bunun URL-ni əlavə edək və burada da onun ölçüsünü və s. verdik. Bunu əlavə elədik bura. Bu şəkil gəldi bu. Bunu buradan edit elədik və s. İndi mən bunu əlavə elədiyim zaman, baxın, burada avtomatik olaraq gəlib düşdü bura. Yəni, bu bizim nə işimizə yarayır? Daha istifadəçiyə daha yararlı bir sistem verə bilmək üçün mən bu şəkildə rich text editorlardan istifadə eləyə bilərəm. Və bu lazımlıdır. Çünki sabah siz layihə yazanda istifadəçiyə belə bir form verməlisiniz ki, özü o stilləri özü verə bilsin. Şəkil əlavə eləsin və s. eləsin. Bundan istifadə edə bilsin. Yəni, bu CK editoru istifadə eləmək və ya bunun kimi başqa editorlar da var. Onları da özünüz araşdıra bilərsiniz. Flask'in istifadə. Amma Flask ən çox bundan istifadə edir ki, bu da rahat bir bizim üçün təyin edir, xüsusiyyət təyin edir. Və indi mən bunu sonradan database-ə yazanda, bu hansı formatda yazılır? Necə ki, string formatında, binary formatda yazılır. Bunlar hamısı binary formatda database'in içərisinə yazılır və biz ondan istifadə edə bilirik. Bunu öz layihələrinizdə tətbiq eləmək sizə də xoş gələcək, belə deyim. İndi artıq biz login məlumatlarımız var, bu CK editorda öyrəndik. İndi artıq növbəti 2 dərs bizim layihələrimizdə həm Flask tərəfdə olsun, həm də necə deyərlər, Python tərəfdə olsun, sorğu məntiqləri ilə lazım olan məlumat. Məsələn, biz vaxta kimi database-dən gələn məlumatların hamısını toplu şəkildə bir yerdə göstərmişik. Amma bizə lazım ola bilər ki, öz database-imizdən müəyyən kompleks query-lərlə müəyyən dataları istifadə edib göstərə bilək. Məsələn, deyə bilər ki, mən istəyirəm ki, ana səhifədə görünsün ki, ən son əlavə olunan servislərdən, məsələn, title-ı bu olan
servisi göstərsin və s. və s. Artan sırayla göstərsin, azalan sırayla göstərsin. Bu querylər üzərində işləyəcəyik növbəti dərsdə. Bugünlük bu qədər. Növbəti dərsdə görüşənə qədər.